Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Azərbaycanda pensiya və sosial müavinətlərlə bağlı yeni statistik göstəricilər açıqlanıb. Rəsmi məlumatlara əsasən 2026-cı ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün ayrılan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% artaraq 1 milyard 994,2 milyon manata çatıb. Bu göstərici ölkədə sosial sahəyə ayrılan diqqətin daha da gücləndiyini göstərir. Ayrılmış vəsaitin təxminən 98% isə pensiya ödənişlərinə yönəldilib. Dövlət Statistika Komitəsinin məlumatına görə təyin olunmuş pensiyaların orta aylıq məbləği də artıb. Deyək ki, orta aylıq pensiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6% yüksələrək 594,4 manata çatıb. Cari ilin əvvəli ilə müqayisədə isə artım 9,7% təşkil edib. Bu rəqəm hazırda ölkə üzrə orta aylıq əmək haqqının təxminən 51,6%-nə bərabərdir. Ən yüksək pensiya verilən bölgələr də açıqlanıb. Siyahıya 818,57 manat göstərici ilə Bakı şəhəri liderlik edir. Paytaxtda orta pensiya məbləğinin daha yüksək olması burada əmək haqqı səviyyəsinin və iş imkanlarının daha geniş olması ilə əlaqələndirilir. İkinci yerdə Naxçıvan İqtisadi rayonu qərarlaşıb. Burada orta aylıq pensiya 554,39 manat təşkil edir. Sonraki yerlərdə isə Zəngilan rayonu 501,36 manat, Şirvan şəhəri 498,18 manat və Sumqayıt şəhəri 493,66 manat göstərici ilə yer alır. Siyəzən rayonu 491,45 manat, Şuşa rayonu 490,78 manat, Abşeron rayonu 485,41 manat, Gəncə şəhəri isə 482,24 manat orta aylıq pensiya göstəricisi ilə siyahıda diqqət çəkir. İlk onluğu isə 476,78 manatla Qubadlı rayonu tamamlayır. Digər tərəfdən ölkədə ən aşağı pensiya alan bölgələrində siyahısı açıqlanıb. Ən aşağı orta aylıq pensiya 437 manat olmaqla Xocalı rayonunda qeydə alınıb. Daha sonra Balakən rayonu 442,52 manat, Xızı rayonu isə 445,62 manat göstərici ilə gəlir. Kabran rayonunda orta aylıq pensiya 447,18 manat, Biləsuvar rayonunda 448,21 manat, Ağdam rayonunda isə 448,40 manat təşkil edir. Zaqatala rayonu 448,57 manat, Masallı rayonu 449,45 manat, Astara rayonu isə 449,67 manat göstərici ilə siyahıda yer alır. Ən aşağı pensiya verilən rayonların ilk onluğunu isə 450,13 manat göstərici ilə Ucar rayonu tamamlayır. Mütəxəssislər hesab edir ki, pensiya məbləğlərindəki artım sosial rifahın yüksəldilməsi istiqamətində atılan addımların davamıdır. Bununla yanaşı bölgələr arasında fərqlərin qalması əmək bazarı, maaş səviyyəsi və sosial sığorta ödənişləri ilə əlaqələndirilir. Siz bu statistika barədə nə düşünürsünüz? Yaşadığınız rayonda pensiya məbləği sizcə kifayət edirmi? Fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Videonu bəyənib kanala abunə olmağı və ən son xəbərləri izləmək üçün bildirişləri açmağı unutmayın.